Azerbaycan Milli Meclisi Ekoloji ve Tabii Servetler Komisyonu Başkanı Sayın Sadık Kurbanov'u alkışlarınızla davet ediyorum. Çox dəyərli forum iştirakçıları, dövlət, hökumət üzvləri, millət vəkilləri, media işçiləri, hər birinizi Azərbaycan Respublikasının Milli Məclisi adından ürəkdən salamlayır və forumun işinə uğurlar arzulayıram. Dünən 14 yanvar tarixində, 14 Ocaq tarixində bizim Azərbaycanımız müstəqil olduqdan sonra ilk dəfə olaraq Türkiyə Cumhuriyyəti diplomatik əlaqə yaratdı və əlaqələrimizin dünən tam 34 ili tamam oldu. Bu münasibətlə də hər birinizi təbrik edirəm və bu dostluq, bu qardaşlıq hələ bizə çoxlu zəfərlər qazandıracaq. Bugün Türkiyənin təbiət gözəlliyi ilə strateji düşüncənin nadir harmoniyasını özündə birləşdirən Rizədə beynəlxalq enerji gündəmini formalaşdıran Ayder forumunda sizinlə bir yerdə olmaq həm bizim üçün şərəfdir, həm də bir qürur verici hadisədir. Bu mötəbər platformanın ərsəyə gətirən bütün təşkilatçılara, Ayder Forumunun dərnəyinə, Türkiyə Respublikasının aidiyyatı qurumlarına, Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Asambleyasına və bütün tərəfdaşlara təşəkkür edirəm. Çünki bugün dünyamızın belə bir vaxtında, enerjiyə tələbatının artdığı bir vaxtında belə gözəl bir forumun keçirilməsi həm də bir təhlükəsizlik məsələsidir. Ona görə də biz də Azərbaycan dövləti olaraq parlament və onun nümayəndələri ilə bərabər bu forumda iştirak edirik. Onların da adından hər birinizi salamlayıram. Bu mötəbər forumda istərdim ki, Azərbaycanın da yaşıl enerji mövzusu haqqında bir neçə kəlmə sizə söyləyim. Xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin uzaq görən strateji düşüncəsi nəticəsində və qlobal enerji təhlükəsizliyinin etibarı tərəfdaşı kimi Azərbaycan beynəlxalq yaşıl enerji gündəminin formalaşdıran dövlətlərin ön sırasına çıxmışdır. COP29 çərçivəsində cənab prezident tərəfindən irəli sürülmüş, geniş beynəlxalq dəstək qazanmış yaşıl enerji zonaları və dəhlizləri təşəbbüsü bu gündə mən gündəliyə baxıram Ayder Forumunun ana xəttini təşkil edir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yaşıl dünya naminə həmrəylik prinsipinin real dövlət siyasətinə çevirərək Azərbaycanın işğaldan azad olunmuş ərazilərində, Qarabağda, Şərqi Zəngəzurda və eyni zamanda Naxçıvan Muxtar Respublikasında rəsmi şəkildə yaşıl enerji zonası elan edilmişdir. Və bizim bu zonalarda apardığımız işlər artıq öz praktik nəticələrini vermişdir. Bu stratejiyanın konkret rəqəmlərlə ifadə etsək, görərik ki, beynəlxalq qiymətləndirmələr üzrə xüsusi təşkilatların rəyində göstərilir ki, Azərbaycanın bərpa olunan enerji üzrə texniki potensialı quruda 27, Xəzər dənizinin Azərbaycan sektorunda isə 150 gigavatdan artıq külək enerjisi potensialı ilə ölçülür. Və bu potensialın reallaşması istiqamətində mühüm addımlar atılır və bu gələcəyimizə yönəlmiş siyasət davam edir. Məsələn, Mazdar şirkəti ilə biz birgə 230 megavat gücündə Qaradağ Günəş Elektrik Stansiyası artıq istismara verilir. Bura gəlməzdən 3 gün öncə böyük bir layihə olan Aquapower şirkəti ilə birlikdə biz 240 megavat gücündə Xızı Abşeron Külək Elektrik Stansiyasının artıq açılışını etdik. Cənab Prezident də bu çıxışda, bu mərasimdə bu layihənin ölkəmizin enerji potensialını gücləndirən, eyni zamanda enerji təhlükəsizliyinə, dayanıqlı inkişafa mühüm töhfə verən bir əlamətlər hadisə kimi qiymətləndirdi. Bu eyni zamanda
Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda günəş, külək və hidroenerji layihələrin icra olunacağının belə də ki, anonsudur, davamıdır. Bu layihələr daxili tələbatın təmin olunması ilə yanaşı, eyni zamanda bunun ixracı düşülür. Mən burada çox uzun danışmaq istəmirəm və bu layihələr var. Naxçıvandan Türkiyə, oradan Avropaya yaşıl enerjinin çatdırılması bir qoldur. Azərbaycan, Gürcüstan, Macaristan, Rumıniya, artıq Avropaya belə bir xəttlər çəkilir. İnşallah Zəngəzur dəhlizinin açılması ilə paralel olaraq yanaşı Azərbaycanın bərpa olunan enerjisinin Avropanın enerji təhlükəsizliyindəki rolunu da nəzərə alsaq, yəni Azərbaycan dediyimiz kimi bu layihələrdə ön sıralardan birini təşkil edir. TANAP və TAP layihələri ilə başlanan bu yol artıq enerji tərəfdaşlığı mərhələsinə qədəm qoyub və biz də Türkiyənin enerjiyə həssasiyyətini nəzərə alaraq bu yöndə apardığı siyasəti və Azərbaycanla bərabər bir yerdə Avropaya nəql olunan enerjinin, belə deyək ki, əhəmiyyətini nəzərə alaraq belə bir forumun keçirilməsi çox təqdirə layiqdir. Biz bunu alqışlayırıq və nəzərə alsaq ki, bugün qlobal miqyasda enerjiyə tələbatın sürətlə artdığı, enerji məsələlərinin isə daha çox siyasi qərarların formalaşmasına birbaşa təsir göstərdiyini nəzərə alsaq, Ayder forumunda müzakirəyə çıxarılan məsələlər günün, dünyanın ən aktual problemlərindən biridir. Foruma uğurlar arzulayıram və ümid edirəm ki, gələcək Türk dünyasınındır və onun da Azərbaycan həmişə bu dostluğa, qardaşlığa və birliyə öz xidmətini göstərəcəkdir. Sağ olun, diqqətinizə görə. Sayın Kurbanova teşekkür ediyoruz efendim. Sağ olun.